Dostlar, mən bugün sizə danışmaq istəyirəm ki, sizə mədəsi həssas olan insanlara hansı qidalar çox zərərlidir, hansı ki, o qidalar çox istifadə olunur. Amma mən məsləhət görərdim ki, bir həkim olaraq siz o qidalardan mümkün qədər istifadə etməyəsiniz. Məsələn, çox insanların sevdiyi kartof qızartması. Bu özü mədəyə ziyandır. Təkcə kartof qızartması yox, yəni qızartmalar, xüsusən də qızartmalar mədəsi hiperaksit qastrit olan insanlara daha da zərərli təsir göstərir. Mədəsində flora olan insana da kartofun qızartması yaxşı təsir göstərməyəcək. Həmçinin məsələn pomidor. Pomidor elə bir qidadır ki, pomidorun həm pişmiş halda da olsa belə o yeyiləndən sonra mədədə qıcqırma yaradacaq. Mədəsi həssas olan insanlar üçün, mədəsində hiperaksit qastrit olan insanlar üçün və bu elə bir vəziyyət yaradacaq ki, o həmin ağrıların artmasına, mədədəki həmin xəstəliyin kəskinləşməsinə səbəb olacaq. Məsələn, soğan və sarımsaq. Çox insan müxtəlif salatların içərisində çiğ soğandan istifadə etmək istəyir, çünki salatlara dad gətirir və s. və iştahı artırır, bilirik ki, mikroblara qarşıdır. Amma bir tərəfdən də baxanda mədəsi xəstə olan insandırsa, mədəsində xora varsa, ucbarmaq bağırsağında xora varsa, yaxud da mədəsində hiperaksit qastrit varsa, artıq orada iltihab prosesi var və bu gedən soğan orada incidir. Və təsəvvür edin ki, o kəskin bir maddədir və soğanın tərkibindəki maddələr biraz da aşındırır həmin yaranı. Yəni mədədə xora nə deməkdir? Mədənin içərisində kiçik yaralar deməkdir. Yaxud da qastrit nə deməkdir? Mədə selikli qişasının iltihabı deməkdir. Və bunun içərisinə bəzi maddələri əlavə edəndə oradakı vəziyyəti daha da kəskinləşdirir, daha da pisləşdirir. Bunlara həmişə diqqət almaq lazımdır. Çalışın ki, məsələn, bu tipli qida məhsullarından biraz, məsələn, çox istiyotlu qidalardan, ədviyyatlı qidalardan, çox, unutmuşdum, onu da əlavə edeyim, çox soyuq, çox isti qidalardan elə bir çəkinmək tövsiyə olunur.